Salam əziz abituriyentlər. 11-ci sinif buraxılış sınavımızın izahlarına baxaq. Deməli, birinci sualla başlayırıq. İki oxşar çoxbucaqlının perimetrləri nisbəti 2-nin 5-ədir. Sahələrinin fərqi verilib bizə. Qeyd edirəm burada. Deməli, perimetrlərin nisbəti P1 bölünsün P2 bərabərdir 2-nin 5-ə verilib. Biz burada qeyd etməliyik ki, S1 bölünsün S2. Çünki sahələrin fərqindən söhbət gedir. Sahələrin nisbəti mütənasiblik əmsalının kvadratına bərabərdir. Yəni, perimetrlərin nisbəti, tərəfin nisbəti fərqi yoxdur. Sahə nisbətinə keçəndə verilən mütənasiblik əmsalını, yəni verilən nisbəti kvadrata qaldırmaq lazımdır. Onda belə çıxır ki, mən S1 bərabərdir 4K, S2 bərabərdir 25K qeyd etsəm, fərqi dediyinə görə 25K-dan çıxırıq 4K-nı, bərabərdir 84 verib. Buradan 21K bərabərdir 84, K bərabərdir 4-ə. K 4-dürsə, bizdən kiçik çoxbucağlının sahəsini istəyir, yəni 4K-nı istəyir. 4-ü 4-ə vururuq, doğru cavab 16. Böyüyü istəsəydi 25-i 4-ə vuracaqdım. İkinci sual, uyğun tərəfləri perpendikulyar olan və ya paralel olan bucaqlar üçün, yəni sualın şərtinə görə iki qayda ola bilər. Ya onlar bir-birinə bərabər olur, ya da onların cəmi 180 dərəcə olur. Burada deyir ki, biri digərindən 4 dəfə kiçikdir. Yəni artıq bərabərlik halı mümkün deyil. Biri x-dır, biri 4x-dır. Artıq bunların cəmi 180 dərəcədir. 5x bərabərdir 180, x də bərabərdir 180-ni 5-ə bölürük, 36 dərəcə. Kiçik bucağı soruşduğuna görə elə cavab 36-dır. Böyük bucağı soruşsaydı, ya 180-dən 36 çıxardıq, ya da ki, elə 4-ə vurardım. O formada tapa bilərdik. Üçüncü sualda çoxədli verilib. Buradakı çoxədlinin dərəcəsini tapmaq lazımdır. Ümumiyyətlə, çoxədlinin dərəcəsi deyəndə, oradakı ən yüksək dərəcə ilə işləmək doğrudur. Yəni, bu tip suallarda. X-in üstünə 2 qoyub, yəni mənim burada ən yüksək dərəcəm 9-dur. Üstünə 2 qoyub və bir də P-nin kubudur. Bir də bunu kuba yüksəldəcəm. Biz də bilirik ki, mötərizənin üstündə qüvvətlər bir-birinə vurulur. 9-u 2-yə vurduq, 18-i də 3-ə vurduq. Dərəcəni istədiyinə görə cavab 54. Yəni, dərəcə tapmaq üçün bu üsuldan istifadə edə bilərsiniz. Dördüncü sualda bir dənə səhifə açım. Bu sualı işləmək üçün deməli, dərəcə azaltma düsturundan istifadə edəcəm. Hansı düsturdur? Bura qeyd edeyim sizin üçün. Düsturun özünü yazıram. Kosinüs kvadratı alfa bərabərdir 1 üstə gəl kosinüs 2 alfa bölünsün 2. Bu düsturdur. İndi həmin bu düsturu misala tətbiq edəcəm. Birinci kəsrə dəyməyək, yəni 4 çıxılsın. Sinüs alfa bölünsün 2 olduğu kimi yazıram. Çıxılsın kəsir xətti. Məxrəcdə 2-ni yazıram, dərəcəni aşağı salıram. Yazıram 1 üstə gəl kosinüs 2 vurulsun. Məndə alfanın yerində, baxın, bu mötərizənin içindəki durub. Olduğu kimi yazıram. Pi böl 4 üstə gəl alfa bölünsün 2. Bərabərdir. Hələ ki, ortaq məxrəc tapmıram. Bir dənə fikir verin. 4 çıxılsın sinüs alfa böl 2-yə dəymirəm. Çünki burada bir dənə çevirmə düsturu tətbiq edəcəm. Yazıram 1. Çevirmə düsturuna görə bu 2-ni mötərizənin içinə vurub açacağıq. Oradan alınır. Bunu da yazdım. 2 vurulsun olanda olur pi böl 2 üstə gəl alfa. Buradan artıq çevirmə düsturunu yəqin ki görürsünüz. Yazıram 4 çıxılsın sinüs alfa bölünsün 2. Çıxılsın məxrəcdə 2-dir. 1, deməli, pi böl 2 çevirməsində adı dəyişir, olur sinüs alfa. Pi böl 2-nin üstünə gələndə ikinci rübə keçirir. İkinci rübdə kosinüsün işarəsi mənfidir. Bilirik ki, çevrilən funksiyanın işarəsi ilə yazılır. Bərabərdir. İndi ortaq məxrəc tapsam 2-dir. Yazıram 4 çıxılsın sinüs alfa. Çıxılsın 1. Sonra üstə gəl sinüs alfa olur. Mənfilər toqquşur orada. Sinüs alfaların islah olur. 4-dən biri çıxdıq 3. 3-ü də 2-yə bölürük. Doğru cavab olur 1,5. Növbəti sual. Doğru cavab 1,5. Növbəti sual. Çevrənin daxilinə çəkilmiş 3 bucaq. Çevrənin daxilinə çəkilmiş 3 bucaqsa, çevrə burada xaricdədir. Yəni, bu düz bucaqlı 3 bucağın xaricində bir dənə çevrə var.
Düzbucaqlı üçbucağın xaricində çevrə varsa, xarici el bərabər S bölünsün 2 olduğunu bilirik. Yəni, çevrənin mərkəzi hipotenzin orta nöqtəsindədir. Katetləri bura 12-dir, bura 16-dır. Bir də Pifaqor teoremini tətbiq etsək, 12-nin kvadratının üstünə 16-nın kvadratını gəlirəm. Bərabərdir 144, üstəgəl 256 eləyir 400 və kök altında 400. S bərabərdir. Kök altında 400'dür. Hipotenzin uzunluğu bərabərdir 20'dir. S 20'dirsə radiusum olur 20 bölünsün 2. Yəni 10. Çevrənin uzunluğunu istəyir. L bərabərdir. Düstur bilirik ki, ya 2 pi r, pi d də yazmaq olardı. Bərabərdir 2 pi, radius da 10'dur. Yəni 2'ni 10'a vururuq. Doğru cavab 20 pi. Bu sadə sualda x bərabərdir. Dövr necə açılır? 9'da 3. Y bərabərdir. 9'da 6. İndi 1 bölü x deyirsə yazacağım 3'də 9. 1 bölü y deyirsə yazacağım 6'da 9. 9'u 3'ə böləndə 3. 9'u 6'ya böləndə 1,5 eləyir. 3'ün də üstünə 1,5'i gəlirik. Doğru cavab eləyir 4,5. Bu sualı həll etmək üçün deməli belə yazıram. Yazıram x kvadrat üstəgəl 1 bərabərdir 4x atırıq sağ tərəfə. İndi hamısını x-a bölürəm. Bu sağ və sol tərəfin hər birini x-a bölürəm. Alınır x üstəgəl 1 bölünsün x bərabərdir 4'ə. Və burada soruşulanda kvadrat olduğu üçün bunun hər iki tərəfini bir dənə kvadrata qaldırsaq, müxtəsərlə açacağım. X-in kvadratı üstəgəl 2 vurulsun x vurulsun 1 bölünsün x. Üstəgəl 1 bölünsün x-in kvadratı bərabər 4'ün kvadratı 16. Burada x ilə 1 bölü x ixtisar gedir. Qalır x-in kvadratı üstəgəl 1 bölünsün x-in kvadratı bərabərdə 16'dan 2'ni çıxıram. 2'ni atdıq, 16'dan çıxırıq. Doğru cavab 14. 8-ci sualda müxtəsərdir bu. Yəni bunu belə açım. X çıx y. X üstəgəl y bərabərdir 24. Burada çıxmanın cavabı 2'dirsə, fikir verin, aşağıda verib mənə. Onda bu da 12'dir də. Yəni 2'ni 12'yə vuranda 24 eləyir. İndi bunu həll etmək üçün yenidən bu hissəni sistem formasında yazacağım 8-ci sualda. Yəni yazıram x çıx y verilib 2. Mən də tapdım x üstəgəl y bərabərdir 12. Bunu tərəf-tərəfə toplasaq y-lər gedir. Qalır 2x bərabərdir 14. X də bərabərdir 7. Əgər x 7'dirsə burada x-in yerinə 7 qoyuram. Üstəgəl y bərabərdir 12'yə. Buradan da y bərabərdir 12'dən 7'ni çıxdım 5. X, y hasilini istəyir. Yəni biri 7'dir, biri 5'dir. Vururuq bir-birinə. Doğru cavab olur 35. 9-cu sual üçün də düsturdan istifadə edəcəm. Düstur belədir əslində. Tangens 2 alfa bərabərdir 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadratı alfa. Bu düsturdur. Mən indi bunu alfa bucağı üçün tətbiq edəcəm. Yazıram tangens alfa bərabərdir. Burada 2 alfadır. Mən yarısını yazdım. Digər tərəfdə də onda yarısını yazacağım. Yazıram 2 tangens deməli alfa bölünsün 2 yazıram. Alfanın yarısı. Burada da 1 çıxılsın tangens kvadratı alfa bölünsün 2. Bucaqların yarısı ilə yazdım düsturu. İndi bizdən də elə tangens, əvvəlcə tangens alfanı tapıb sonra alfa bucağını tapacağım. Yəni yazıram tangens alfa bərabərdir 2 vurulsun tangens alfa böl 2'ni verib də bizə 2 vurulsun kök altında 2 çıxılsın 1. Aşağıda 1 çıxılsın. Kök altında 2 çıx 1'in kvadratı bərabərdir. Bərabərdir. Sürətdə yazıram 2 vurulsun. Kök altında 2 çıxılsın 1'i olduğu kimi yazıram. Məxrəcdə 1 çıxılsın. Müxtəsəri açanda 2 üstə gəl 2 kökdə 2 olur. Mənfilər toqquşur. Sonra çıxılsın 1 olur. Birlər gedir. Burada nə yaranır? 2 vurulsun kök altında 2 çıxılsın 1. Aşağıda birinci müsbəti yazıram. 2 kökdə 2'ni yazıram. Çıxılsın 2. Bu da bərabərdir. 2 vurulsun kökdə 2 çıxılsın 1. Aşağıdan da 2'ni çıxarsaz qalır kökdə 2 çıxılsın 1. İxtisar gedir, yəni 1 qalır. Mən burada tangens alfa bərabərdir 1 aldım, düzdür? Tangens alfa bərabərdir 1'dirsə, tangens nə vaxt 1 olur?
pi bölünsün 4'də. Bu şərtə görə 0 pi bölü 2 birinci rübdədə. Birinci rübdə 45 dərəcədə. Yəni pi bölünsün 4'də. Növbəti. Deməli, ardıcıllıq üçün belə bir düstur var əlimizdə. Ayın bərabərdir. 10-cu sualdır. Sn çıxılsın, Sn minus 1. Bu düsturu artıq bilirik. İndi həmin bu misala tətbiq etsəm, fikir versəz, yazıram. Sn çıxılsın, Sn minus 1'i keçirdirəm sol tərəfə. Sn minus 1 bərabərdir. Burada nə qalır? 10n üstəgəl 1. Yəni, bunun yerinə ayın yaza bilərəm də artıq. Düstura görə bu ayının açılışıdır. Bərabərdir. 10n üstəgəl 1'ə. Bizə də deyir ki, bu 10n üstəgəl 1 80'dən böyük olmalıdır. Böyükdür 80'dən. Burada 10n böyükdür 79'dan. 79'dan. N də böyükdür 79'u 10'a böldün 7,9'dan. Ən kiçik 7,9'dan böyük ən kiçik ədəd B variantıdır 8. Gəldik 11-ci suala. 11-ci sual üçün deməli, A və B çoxluqları verilib bizə. Bu Euler-Venn diaqramı ilə işləsək daha sadə olacaq. Bura yazdım A, bura yazdım B. Kəsişmə verilib bizə burada 6. Kəsişməni burada qeyd eləyirəm. A-nın B-dən fərqi 2 vurulsun B-nin A-dan fərqi. B-nin A-dan fərqi buradır da düzdür. Bura x yazsam, yəni mən buna x desəm, A-nın B-dən fərqi 2 vurulsun x olur. Bura olur artıq 2x. Sonra birləşmədə 24 element var. Birləşmə ümumi bunların hamısının cəmi deməkdir, bütün. Yazıram 2x üstəgəl 6 üstəgəl x bərabərdir 24. Deməli 3x bərabərdir 18 olur, x də bərabərdir 6. N-A neçədir? A-nın içinə baxın. Burada A çoxluğunda, yəni N-A bərabərdir. A-nın içində nə var? 2x üstəgəl 6 var. Yəni 2-ni 6-ya vursan 12 üstəgəl 6, 18 dənə A-nın içində element var. Bizdən də elə onu soruşur. Rombun diaqonalları 12 və 16'dır. Rombun hündürlüyünü tapın. Burada biz düsturlardan istifadə edəcəyik. Hansı düsturlardır? Birinci rombun sahə düsturları S bərabərdir. Bilirik ki, D1, D2 bölünsün 2'dir. Eyni zamanda rombun sahə düsturu AH-dır. Həmin rombu burada çəkim. Bilirik ki, romb paralleloqramın bir növüdür. Deməli, bura diaqonallardan biri 12'dir, biri 16'dır və rombun diaqonalları qarşılıqlı perpendikulyardır. Bunu da artıq bilirik. Rombun diaqonalları kəsişir, kəsişdiyi nöqtədə yarıya bölünür. Diaqonalın biri 12'dir, kiçik diaqonal. Bura 6 düşür. Digəri 16'dır, 2 yerə bölünür. 8. Bura 8, burada 8. Rombun tərəfinə A desəm, yazıram A-nın kvadratı bərabərdir. 6'nın kvadratı üstəgəl 8'in kvadratı bərabərdir. 36, 64, 100 eləyir. Buradan A bərabərdir 10. İndi sahə S bərabərdir 12 vurulsun 16 bölünsün 2 bərabərdir AH. Yəni 10 vurulsun H. Hündürlüyü axtarırıq çünki. Burada eləyir 12'ni 2'yə böldük 6. 16'nı 6'ya vurduq. 96 bərabərdir 10 H-a. Buradan da H bərabər 96'nı 10'a böldük. 9,6. Bu A-nı tapmaq üçün belə bir düstur da var. Bundan da istifadə edə bilərdik. D1'in kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir 4A-nın kvadratı. Bu düsturda D-ləri yerinə qoyub A-nı buradan da hesablaya bilərsiniz. Yəni orada da A-nı 10 tapacaqsınız. Növbəti sual. Deməli 13-cü sualda yazıram kök altında 10 üstəgəl kosinüs x bərabərdir. Kosinüs x-i digər tərəfə atıram. 2 çıxılsın kosinüs x. İndi hər iki tərəfi bir dənə kvadrata qaldırmalıyam ki, bu tənliyi həll edə bilək. Burada kvadrata qaldıranda kök gedir. Olur 10 üstəgəl kosinüs x bərabərdir. Müxtəsəri açıram. Kosinüs kvadratı x çıxılsın 4 kosinüs x üstəgəl 4. Hər tərəf, yəni burada hamısını bir tərəfə yığaq. Kosinüs kvadratı x
Çıxılsın 5 kosinüs x olur. Çıxılsın 4-dən 10 çıxıram 6 bərabər 0. Əvəzləmə aparsaq kosinüs x-a bir dənə t əvəzləməsi deyirəm. Bilirik ki, kosinüs x hardan hara qədər qiymətlər alır? -1-dən 1-ə qədər. Yəni t-nin qiyməti -1-dən 1-ə qədər olacaq. Olur t kvadrat çıxılsın 5t, çıxılsın 6 bərabər 0. T1 bərabərdir, T2 bərabərdir. Viye teoreminə görə toplayanda 5, vuranda -6. 1 ilə 6-dan toplayanda müsbət 5 olmalıdır. Bu ödəmir, çünki t -1 ilə 1-in arasında olmalıdır. Kosinüs x 6 ola bilmir. Amma kosinüs x bərabərdir -1 doğrudur. Bu da xüsusi haldır. Xüsusi halda bu necə yazılırdı? Pi üstə gəl 2 pi k. Doğru cavab pi üstə gəl 2 pi k, k da zeta daxildir. Gəldik bura. Belə yazım. Fikir verin, bunu necə yazacağım? X kvadrat çıxılsın 4x. Üstə gəl yarısının kvadratı, ortadakı həddin yarısının kvadratı olmalıdır. Tam kvadrata ayırmağım üçün. 4-ün yarısı 2, 2-nin kvadratı 4. Amma 3'dür də burada. İndi 3'dürsə çıx 1 yazsam düzələcək. Yəni aşağıdakı ifadə alınacaq. Buradan bura qədər x çıxılsın 2-nin kvadratıdır. Çıxılsın 1-i yazıram olduğu kimi. İndi x-i qoyuram yerinə. X-in yerinə 2 üstə gəl kökdə 5'dir. Sonra dalıyca x-dan 2-ni çıxır. Kvadrata qaldırır, çıx 1. Burada 2'lerin gedir. Kökdə 5'in kvadratı eləyir 5, çıx 1. Doğru cavab oldu 4. Ev tapşırığını yazan Nərmin 60% tapşırığı yazdıktan sonra bunu yazıb artıq. 76% qalıb amma. Bu yazılıb 76% qalıb. Yəni 76% qalıbsa bunun 24%'ni yazıb da 100'dən 76'ını çıxdın. 24%'i 60 olan ədəd deməkdir. Həmin o 24%'i 60 olaraq verib bizə. Bunları 12'yə ixtisar etsəm 2, 5, 100'ü 2'yə bölürəm. 50'ni də 5'ə vurduq. Oldu 250 cavab. Yox, burada deyir Nərmin daha neçə tapşırıq yazmalı idi. Ümumi 250'dir. 60 tapşırığı yazıb da artıq. Yəni 60 tanesini yazıb. Hələ 190 dənə tapşırıq yazmalıdır. Burada 250 ümumi tapşırıq sayıdır. Onun 60 dənəsini yazıb, 190 dənəsini isə hələ yazmalıdır. Gəldik burada bir dənə A-nın altında 1 yazıram. Çarpaz vurub açıram. A üstə gəl 3B bərabərdir 7A-ya. Buradan 3B bərabərdir 6A. B bərabərdir 2A. B'nin yerinə 2A qoyacağıq. 16-cı sualda B'nin yerinə 2A qoysam yazıram əkob deməli A. B'nin yerinə 2A qoyuram. Üstə gəl əbob deməli A. B'nin yerinə yenə 2A qoyuram. Bərabərdir 78. Əkobdursa A ilə K-nın əkobu 2A. Əbobdursa A ilə K-nın əbobu A eləyir. Bərabərdir 78. Buradan 3A bərabərdir 78. A da bərabərdir 78'i 3'ə bölürük. Eləyir 26. A 26'dırsa B eləyir 26'ın 2'yə vurduq 52. A üstə gəl B'ni tapın. Elə 78 edir də, yəni 52. Bu da 26. Toplayırıq, eləyir 78. Daxili bucaqların cəmi xarici bucaqların cəmindən 2 dəfə böyükdür. Daxili bucaqların cəmi 180 vurulsun, n çıxılsın 2'dir. Xarici bucaqların cəmindən 2 dəfə böyükdürsə, xarici bucaqların cəmini 2'yə vurdum, bərabərləşdirdim. Bunlar ixtisar getsə elə 2 qalır. Burada n çıx 2 bərabərdir 4, n də bərabərdir 6. Növbəti A ədədini standart şəkildə göstərdikdə tərtibi 18 olur. Yəni tərtibi 18, 10 üstü 18 deməkdir. Sonra ədədi 10 üstü -5'ə vurur. Olur 10 üstü -13. -13 yox, müsbət 13. Tərtibi də olur 13. Yəni 18'dən 5 çıxdım. Növbəti sual, 19-cu sual maraqlıdır. Burada deməli y bərabərdir x kvadrat çıxılsın 4x çıxılsın p. Parabolanın təpə nöqtəsi bu düz xəttin üzərindədir.
Əvvəlcə bu parabolanın təpə nöqtəsini tapmaq lazımdır. Bunun üçün bu düstur var idi. Y bərabərdir A vurulsun funksiyalarda x çıxılsın m mötərizənin kvadratı plus n. Bu formaya gətirəcəm. M və n-i göstərməliyəm. Yəni x kvadrat çıxılsın 4x. Bayaq dediyim kimi üstə gəl yarısının kvadratı 4 olmalıdır. Amma bu 4-ü mən özüm əlavə elədim. Sonradan çıxıram ki, misalda bir dəyişiklik olmasın. Məqsədim tam kvadrata ayırmaqdır. Sonra çıxılsın p ilə işimiz yoxdur. Olduğu kimi yazırıq. Oldu x çıxılsın 2-nin kvadratı, çıxılsın 4, çıxılsın p. İndi m ilə n-i görürsünüz artıq. M bərabərdir. Yəni burada m-in 2 olduğu görünür. M 2-dir. N də bərabərdir. -4 çıxılsın p. Parabolanın təpə nöqtəsinin koordinatları m və n. Biz bilirik ki, burada m x-i göstərir. N də y-i göstərir. Gətirib burada yerinə qoyuram. Yəni 2 vurulsun. X-in yerinə 2-ni qoyuram. Üstə gəl. Y-in yerinə olduğu kimi -4 çıxılsın p. Üstə gəl 5 bərabər 0. Burada qoydum yerinə. Buradan da 4 çıxılsın 4 çıxılsın p. Üstə gəl 5 bərabər 0. 4'lər islah olursa p də bərabər olur 5'ə. Elə p-ni istəyir bizdən. Cavab 5'dir. Bu sualda deməli birləşdirirəm bir dənə buradan bura qədər. Sonra A-dan üzü aşağı bir dənə perpendikulyar da çəkirik. İndi fikir versəz hər iki A toxunur. Radiusu 2 olan B mərkəzli çevrə. Yəni buradan bura qədər 2'dir. Burası da 2'dir. Burada 2'dir. Radius burada 2'dir. A mərkəzli çevrəyə S nöqtəsinə toxunur. Bu böyük çevrənin radiusudur. A-dan bura qədər olan hissədə radiusdur. İndi fikir versəm, mən buradan bura qədər birləşdirsəydim, bu da radiusdur, düzdür. İndi onu aşağı gətirəndə, bu balaca hissə əgər 2-dirsə, bütöv radiusdur da buradan bura qədər baxanda. Bütöv radiusdur. Amma 2 buradadırsa, mən bu hissəyə, yəni yazmalıyam, R çıxılsın 2. İndi fikir versəz, bu üç bucağa. Hipotenuzu nə yazmışam? Hipotenuz. Yazmışam R üstə gəl 2 mötərizənin kvadratı bərabərdir. Katetin biri R'dir. R'in kvadratı üstə gəl. Digər katetə fikir versəz, buradan bura qədərdir də R çıx 2'nin kvadratı. Bunu müxtəsəri açıb həll eləyəcəm. Oradan radiusu tapacaq. Yəni R'in kvadratı üstə gəl 4R üstə gəl 4 bərabərdir. R'in kvadratı üstə gəl. O birisi R'in kvadratı çıx 4R üstə gəl 4 olur. Burada R kvadratlarının birini islah etsək, qalır R'in kvadratı, 4'ləri də islah eləsəm. R'in kvadratı çıx 8R bərabər 0. R'i çıxartdım, qalır burada R çıx 8 bərabər 0. Birinci halda R bərabər 0, bu boşluqluq, radius yəni 0 ola bilməz. R bərabər 8 ikinci haldan. Yəni R çıx 8 bərabər 0 idi. R bərabər 8. Radiusun 8'dir. A mərkəzi çevrənin radiusunu tapın. Elə bunu soruşur. A mərkəzi çevrənin radiusu 8'dir. Funksiyanın ən böyük qiymətini tapın. Burada birinci trigonometrik eynilik var. Sinusun kvadratı x üstə gəl kosinusun kvadratı x bərabərdir 1. Bundan istifadə edib sinus kvadratı x bərabərdir 1 çıxılsın kosinus kvadratı x yazacağım. Yazıram. 1 çıxılsın kosinus kvadratı x üstə gəl kosinus x. Bunu yazdıqsa deməli kosinus x-a yenə bir t əvəzləməsi aparsam olur mənfi, ən böyük qiymətini tapın, mənfi t kvadrat üstə gəl t deməli üstə gəl 1. Ən böyük qiyməti tapın deyirsə, n bərabərdir 4ac çıx b kvadrat bölünsün 4a-dan istifadə edə bilərəm. Bərabərdir 4 vurulsun mənfi 1 vurulsun 1 çıxılsın 1'in kvadratı bölünsün 4a mənfi 4. Bərabərdir yuxarıda eləyir mənfi 5 aşağıda mənfi 4.
5'i 4'e bölürsən 1 tam %25. 1 tam 4'də 1, 1 tam %25. Burada heç əvəzləmə yəni aparmaya ehtiyac yoxdur. Elə ifadənin ən böyük qiymətini tapın deyir. Bu ifadənin ən böyük qiymətini tapdıq. Yaxşı. Növbəti sualda, yəni bu tapdığım T-nin qiyməti deyil də, ifadənin ən böyük qiymətidir. ABCD paralleloqramda DY, SY uyğun olaraq D və S bucaqlarının təm bölənləridir. BYS üçbucağın sahəsi, burada sahə 12'dir. Paralleloqramın sahəsini istəyir. Aha. Burada biz nə edək? Y nöqtəsindən bir dənə, yəni üçbucağın sahəsini ifadə eləmək üçün hündürlüyü çəkirəm. Digər tərəfə də hündürlüyü çəkirəm. Hündürlüyü H ilə işarələyəcəm burada. Digər tərəfdə də hündürlük H olacaq. Onda belə bir şey yazacağım. Deməli, bu üçbucağın sahəsi tərəfə A-dırsa, əgər bu tərəf A-dırsa, S bərabərdir. A vurulsun H bölünsün 2'dir də üçbucağın sahəsi. AH bölünsün 2 bərabərdir 12'dir. Burada AH bərabərdir 24'ə. Bəs paralleloqramın sahəsi S bərabərdir AH-dır. Amma A vurulsun, bunun hündürlüyünə baxın. Buradan bura qədər, yəni bu xətt bütöv hündürlüyüdür də 2H. A vurulsun 2H olur. Paralleloqramın hündürlüyü 2H-dır. Yəni 2AH axtarıram. Bərabərdir 2 vurulsun 24 olur. Cavab 48. 23-cü sualda şəkərli suyun 40% sudur. 40% sudursa 23-cü sualda 60% şəkərdir də, düzdür. 40 qram şəkər əlavə olundu. Deməli, şəkər həmin məhlulun içində 60% idi. Məhlul özü olsun X. Məsələn, məhlul bütöv X olsun. 60% 0,6 kimi göstərsəm, sürətdə 0,6 X şəkər var idi. 40 qram şəkər gəldin, üstünə 40 qram şəkər gəldin. Məxrəcdə ümumi məhlul X idi. Üstünə 40 qram gəlirsənsə, məxrəcin də çoxalır. Bərabərdir 70%. 70% nə deməkdir? 10'da 7. Çarpaz vurub açacağım indi bunu. Olur 6x üstə gəl 400. Bərabərdir 7x üstə gəl 280. Buradan da x bərabərdir 400'dən 280'i çıxırıq. 120. Məhlulun ilkin miqdarını tapın. Məhlullu elə x demişdim. Doğru cavab olur 120. 24-cü sual modul bərabərsizliyidir. Bir dəfə 7 çıxılsın 6 x kiçik bərabərdir 29. Burada kiçikdir olanda baş hərfləri ilə yadınızda saxlayırsınız. Kəsişmə götürülür. Kiçikdir olanda kəsişmə. Böyük olanda modul bərabərsizlikdə birləşmə olur. Bir dəfə də 7 çıxılsın 6x böyük bərabərdir -29. Sistemi alıram. Buradan yazacağım 6x böyük bərabərdir. 6x'i sağa keçirdim. 7'dən 29 çıxdınız -22. Buradan da 6x kiçik bərabərdir. 7'nin üstünə 29 gəldin. 36. Yəni x böyük bərabərdir. -11 bölünsün 3'dən. X kiçik bərabərdir 6'dan. -11 bölünsün 3 nə deməkdir? X böyük bərabərdir. Deməli 3 tam 3'də 2'dən. X kiçik bərabərdir 6'dan. Neçə tam həlli var? -3 tam 3'də 2'dən böyük ədədlər, 6'dan da kiçik ədədlər. -3 tam 3'də 2'dən böyük deyirsə sağa gedirik, 6'dan da kiçik deyirsə sola gedirik. Arada hansı ədədlər var? -3 var arada, -2 var, -1 var, 0, 1, 2, 3, 4, 5, 6 var. 7, 8, 9, 10 dənə. Deməli, arada ədəd var. Neçə tam həlli var? 10 dənə. 25-ci sualda deməli A və B şəhərlərindən qarşı-qarşıya hərəkət edən 2 avtomobil 6 saatdan sonra görüşdülər. Əgər avtomobillərin hər birinin sürəti 20 az olsaydı, tutalım birincinin sürəti V1 idi, ikincinin sürəti V2 idi.
Bu 6 saat, bu 6 yəni sürət zamana vurulur da. 6V1 üstəgəl 6V2 qədər yol getdi. Bərabərdir. Sürətləri 20 azalır ikisinin də. Yəni V1-dən 20-ni çıxır. Bu 9 saat yol gedib. O birisi də 9 saat yol gedib. O birinin sürəti V2 idi. Ondan da 20 çıxır. Hər ikisi 20 azalır da. Vurub açacağım. 6V1 üstəgəl 6V2 bərabərdir 9V1 çıxılsın 180. Üstəgəl 9V2 çıxılsın 180. Burada nə edək? Deməli 9V1'i bu tərəfə atanda mənfi 3V1 çıxılsın mənfi 3V2 bu tərəfə keçirdim. Bərabərdir mənfi 360 eləyir. Rəqəmlərə baxsaq. Mənfi 3'ə bölsəm V1 üstəgəl V2 bərabərdir 120'dir. Bizdən ümumi şəhərlər arasındakı məsafə, bunun sağ tərəfi də həmin o şəhərlər arasındakı məsafədir. Sol tərəfində də. Sadəcə birində sürəti V1, V2 idi, həmin maşınların. Digərində sürətləri 20 azalmışdı. Zamanda fərqlidir. Yəni, məsələn, mən sol tərəfdən baxacağım. 6 vurulsun, ötərizdə V1 üstəgəl V2 yaza bilərəm bu sol tərəfə. V1 üstəgəl V2 bərabərdir. 6 vurulsun 120. Doğru cavab olur 720. Bu qədər.